Salam dəyərli izləyicilər, biz yenə İvanovka kəndindəyik. İvanovka kəndindən belə xudmani bir ev təqdim edəcəyik sizə. 5.5 sot torpaq sahəsi olan, giriş hissəsini göstərin zəhmət olmasa. Gəlin sizi həyətlə tanış eləyim. Daha sonra keçək evin içinə. Gördüyünüz kimi ev vaxtı zamanında kürsülü tikilib, kubiklə tikilib, həyətini də belə tam etdiriblər, hazırlayıblar. Buradan su axmağa yer də qoyublar. Arxasında belə bir boş ərazisi var. O gördüyünüz tikili kombinin, su xətlərinin və digər məişət proseslərinin yığıldığı 2 dənə su kəni var. Amma bura artıq dövlət suyu da çəkilib. Su xətti düz qapının ağzından keçir. Bir dənə qalıb müraciət edib evin içinə də su xəttini çəkmək. Hamısı da sayğaclı formada. Yəni də deyirəm, dövlət su xətti çəkilib. Və evin içindən sizi indi tanış eləyək. Belə balaca xudmani bir evdir. Bura eyvan hissəsidir. Burada qonaq otağıdır. Ev cüt daşla tikilib. Onu da nəzərinizə çatdırın. Bura və arxaya pəncərəsi var. Bura sanitar qovşaq və hamam otağıdır. Belə bir balaca mətbəxi var. İkinci mərtəbəsi isə sırf yataq otağıdır. İkinci mərtəbədən də sizi tanış eləyək. Ümumi sahəsi 60-65 kvadrat olar. Dəyəri isə 65.000 manatdır. Burada da bir eyvandır. Buranın da 3 pəncərəsi var, gördüyünüz kimi. Biri kənara açılır, arxa həyətə də və qarşıya da belə bir eyvan açılır. Buranın pəncərəsi də var. Bu evdə olan bir neçə çatışmazlıqları deyim sizə. Ümumiyyətlə, bu kənddə bilirsiniz ki, kanalizasiya sistemi demək olar ki, yoxdur. Hamı həyətdə öz şambo quraşdırır. Buranın şambosu artıq köhnəlib, onu yeniləməyə lazımdır. Və su xətti qapıdadır. Yəni, qapıdan evə sadəcə çəkməyə lazımdır. Qazı işığı isə buranın daimidir. Ətraflı məlumat almaq üçün qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz. Hər kəsə bol şans. Təqdimatlarımızı izlədiyiniz üçün minnətdarıq. Növbəti təqdimatlarda görüşmək ümidi ilə.